Bu il 22 noyabr Ədliyyə İşlərinin Peşə Bayramı Azərbaycan Ədliyyəsinin 95 illik yubileyi ilə daha da əlamətdardır. Ədliyyə işlərinin iki qat sevinc hissi yaradan bu bayramın Bakının memarlıq ansamblında özünə məxsus yeri olan Səadət Sarayında böyük təntənə ilə geniş qeyd olunması, ədliyyə tarixinə və ənənələrinə sadiqliyin təcəssümüdür. Əsrə yaxın zəngin və keşməkeşli yol keçən Ədliyyə Nazirliyi 1918-ci ildə ilk dəfə təsis olunduqdan sonra məhz bu möhtəşəm binada fəaliyyət göstərmiş, möhtərəm prezidentimiz cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində Bakının bu memarlıq abidəsinə yeni həyat verilmiş, Səadət Sarayının əvvəlki şöhrəti özünə qaytarılmışdır. Sovet hakimiyyəti dövründə çox məhdud səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyi 1970-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtlarda əsaslı surətdə yenidən formalaşmış, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır. Dahi öndərin ədliyyə və məhkəmə hüquq sisteminə qayğısı müstəqillik illərində də davam etmiş, ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə yeni milli konstitusiyamız qəbul olunduqdan sonra Heydər Əliyev hüquqi sahədə islahatların mütəşəkkil qaydada aparılmasına xüsusi əhəmiyyət verərək Hüquqi İslahatlar Komissiyası yaratmış və komissiya rəhbərliyi bilavasitə öz üzərinə götürmüşdür. Qısa müddət ərzində mühüm qanunlar qəbul edilmiş, məhkəmə və hüquq mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxılmışdır. Azərbaycan ədliyyəsinin inkişafını təmin edən ardıcıl tədbirlər həyata keçirilərək səlahiyyətləri genişləndirilmiş, cəmiyyətdə rolu artmışdır. Heydər Əliyevin müasir hüquq sistemimizin formalaşmasında və inkişafında müstəsna rolu və əvəzsiz xidmətlərinə görədir ki, bu il ümummilli liderimizin 90 illik yubileyini sonsuz ehtiramla qeyd edən ədliyyə işçiləri bu dahi şəxsiyyətin yüksək amallarına daim sadiqlik nümayiş etdirir, onun hüquqi dövlət konsepsiyasını yaşadır və inkişafı naminə əzmlə çalışırlar. Ulu Öndər Heydər Əliyevin hüquq siyasətini bugün uğurla davam etdirən ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi davamlı inkişaf yolu keçir, mütərəqqi və geniş miqyaslı islahatlar aparılmaqla bir çox nailiyyətlərə imza atır. Son 10 ildə möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemi və infrastrukturu xeyli müasirləşdirilmişdir. Yeni müasir tələblərə uyğun qabaqcıl İKT-lərlə təchiz olunmuş binalar tikilərək istifadəyə verilmişdir. Dövlət başçısının iştirakı ilə son illər Azərbaycan Respublikası Ali Məhkəməsinin, əhalinin dövlət reyestri xidmətinin, Bakı şəhər yasamal, eləcə də Oğuz rayon məhkəmələri üçün binaların açılışları xüsusilə əlamətdar olmuşdur. Ölkəmizin başçısının Bakıda beynəlxalq standartlara uyğun inşa olunaraq istifadəyə verilmiş İstintaq Təcridxanasına baş çəkməsi və yaradılan şəraitlə tanış olması, əhalinin həssas qrupu olan məhkumların hüquqlarının qorunmasına göstərdiyi yüksək diqqətin əyani təzahürü olmuşdur. Əfv etmə institutunda çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin edən möhtərəm prezidentimizin imzaladığı əfv sərəncamları və Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi amnistiya aktları on minlərlə məhkumun azadlığa qovuşmasına xidmət etmiş, neçə ailəyə xoş anlar yaşatmışdır. Ədliyyə sisteminin inkişafına xüsusi önəm verən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə Ədliyyə Nazirliyinin fəaliyyətinin normativ əsasları təkmilləşdirilmiş, Nazirliyin yeni əsasnaməsi qəbul edilərək ona hüquq mühafizə orqanı statusu verilmişdir. Nazirliyin yeni müasir görünüşlü rəsmi emblemi təsdiq edilmiş, ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi haqqında fərmanların imzalanması, ədliyyə orqanlarında qulluq keçmə haqqında yeni qanunun, ha belə ədliyyənin inkişafına dair ayrıca dövlət proqramının qəbulu xüsusi əhəmiyyət kəsb etmişdir. Ölkə başçısının tapşırıqlarına əsasən Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı ilə bağlı ardıcıl tədbirlər davam etdirilmişdir. Ədliyyə sahəsində aparılan islahatlar nəticəsində Nazirlikdə yeni qurumların, istintaq aparatının, bələdiyyələrlə iş mərkəzinin, icra xidmətinin, Ədliyyə Akademiyasının, ha belə xüsusi notariat institutunun inkişafı müasir Azərbaycan ədliyyəsi tarixində mühüm nailiyyətlərdəndir. Ötən dövrdə Nazirliyə yeni səlahiyyətlər verilmiş, əhalinin hüquqi aktların və qüvvədən düşmüş sənədlərin dövlət reyestrləri,
sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri, habelə normativ hüquqi aktların vahid internet elektron bazası yaradılmışdır. Respublikamızda İKT ili çərçivəsində ədliyyə orqanlarında müasir informasiya kommunikasiya texnologiyalarının elektron xidmətlərinin tətbiqi sahəsində xeyli işlər görülmüşdür. Elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılması, ədliyyə orqanlarında əhaliyə göstərilən hüquqi xidmətlərin səmərəliliyinin artırılması məqsədi ilə universal elektron xidmət köşklərinin PayPoint ödəniş terminallarının quraşdırılması, Nazirliyin internet saytında elektron xidmətlər bölməsinin məhkəmə sisteminin vahid internet portalının yaradılaraq istifadəyə verilməsi, xüsusilə Azərbaycanın brendi sayılan və ədliyyə orqanlarının da müxtəlif mühüm xidmətlər göstərdiyi asan xidmət mərkəzlərinin uğurlu fəaliyyəti vətəndaş məmnunluğunu təcəssüm etdirir. Azərbaycan ədliyyəsinin tarixində ilk dəfə olaraq ədliyyə orqanlarına qulluğa qəbulun şəffaf müsabiqə yolu ilə aparılması, işə qəbulla bağlı test imtahanında iştirak prosedurunun xeyli təkmilləşdirilməsi, imtahan prosesinin dövlət qurumları arasında ilk dəfə internetdə canlı yayılması, Ədliyyə Akademiyasının yaradılaraq peşə fəaliyyətinə buraxılış institutunun tətbiqi cəmiyyətimiz tərəfindən dərin rəğbət hissi ilə qarşılanmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə penitensiar sistemdə aparılan köklü islahatlar nəticəsində cəza icra siyasəti xeyli humanistləşdirilmiş, məhkumların hüquqları genişləndirilmiş, onların saxlanma şəraitinin yaxşılaşdırılması və öz ailələrinə yaxın ərazidə cəza çəkmələri üçün bölgələrdə yeni müasir tipli penitensiar infrastrukturun yaradılması üzrə tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikasında, Şəkidə ən müasir tələblər səviyyəsində yeni penitensiar müəssisələr tikilərək istifadəyə verilmişdir. Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə sıx əməkdaşlıq şəraitində məhkumların tibb təminatı əsaslı şəkildə yeniləşmiş, ölkəmiz penitensiar sistemdə vərəmlə mübarizədə müsbət təcrübəni qazanaraq dünyada geniş yaymağa başlamışdır. Vərəmə nəzarət proqramının dünyanın 80-dən çox ölkəsini birləşdirən və BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan İslah və Həbsxanalar Beynəlxalq Assosiasiyasının 2013-cü ilin səhiyyə mükafatına layiq bilinməsi uğurlarımızın real mənzərəsini yaradır. Bu sahədə səmərli ictimai nəzarət mexanizminin tətbiqi, bu məqsədlə yaradılmış ictimai komitənin uğurlu fəaliyyəti vətəndaş cəmiyyəti ilə dövlət orqanları arasında qarşılıqlı fəaliyyətin nümunəvi modeli kimi təqdir edilir. Məhkəmə ekspertizası sahəsində müasir texnologiyaların, yeni qabaqcıl ekspert avadanlıqlarının tətbiqi nəticəsində cinayətkarlıqla mübarizə işinə dəyərli töhfələr verilmişdir. Ekspertiza tədqiqatının çoxfunksiyonallığı və onların qısa müddətdə hərtərəfli aparılması bugün xarici ölkələrin diqqətini cəlb edərək müsbət təcrübəmizdən bəhrələnirlər. Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinə üzv qəbul olunması, müvafiq sertifikata layiq bilinməsi uğurlarımıza verilən yüksək qiymətdir. Respublikamızda ilk dəfə olaraq Ədliyyə Nazirliyinin regional şöbələrinin yaradılması Azərbaycan ədliyyəsinin müasir tarixində baş vermiş mühüm hadisələrdəndir. Ötən dövrdə bu qurumların fəaliyyətinin səmərəli təşkili ilə bağlı xeyli işlər görülmüş, bu sahədə müasir infrastruktur yaradılmış, Şəki, Gəncə, Şirvan şöbələri üçün yeni müasir binalar istifadəyə verilmiş, o cümlədən Azərbaycan ədliyyəsinin 95 illik ərəfəsində Xaçmaz regional ədliyyə şöbəsi üçün də yeni binanın təntənəli açılışı olmuşdur. Ədliyyə və məhkəmə sahəsində islahatların uğurlu tərəqqisini görən bir çox nüfuzlu beynəlxalq təşkilatlar bu islahatlara böyük maraq göstərərək maliyyə dəstəyi ilə bağlı təşəbbüslər irəli sürmüşlər. Avropa İttifaqı ilə birgə ədliyyə sahəsində islahatlara dəstək proqramı təşviq olunmuş, 2012-2014-cü illər üzrə ədliyyənin mühüm fəaliyyət istiqamətləri, o cümlədən Ədliyyə Akademiyasının regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, penitensiar sistemin müasirləşdirilməsi üzrə əməli tədbirlər həyata keçirilməyə başlanmışdır. Həmçinin Dünya Bankı ilə birgə ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi həyata keçirilərək ən müasir tələblərə cavab verən konsepsiya əsasında 33 məhkəməni və 18 icra qurumunu əhatə edən məhkəmə kompleksləri və binalarının layihələşdirilmə işləri aparılmış, son illər 4 rayon məhkəməsi üçün ən müasir İKT-lərlə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilmiş, 7 məhkəmə üçün bina və komplekslərin təməli qoyulmuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə məhkəmə sisteminin müasirləşdirilməsi çərçivəsində qanunvericilik əsaslı şəkildə yenilənmiş, hakimlərin müddətsiz təyinatı təsbit olunmuş, yeni təsisatlar, Məhkəmə Hüquq Şurası, Hakimlərin Seçki Komitəsi təsis edilmiş, 20-yədək yeni regional, o cümlədən apellyasiya, inzibati iqtisadi və ağır cinayətlər məhkəmələri yaradılmış, hərbi məhkəmə sistemi təkmilləşdirilmişdir. Həmçinin hakimlərin sayı 2 dəfə, məhkəmə aparatı işlərinin sayı 75% artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmış, hakimlərin maddi təminatı xeyli yaxşılaşdırılmışdır. Ölkəmizin hakimlərin seçimində Avropada ən mütərəqqi və şəffaf qaydanı tətbiq etməklə əldə etdiyi müsbət təcrübə Avropa strukturları tərəfindən örnək kimi dəyərləndirilərək digər dövlətlərə tövsiyə edilmişdir. Son 10 ildə Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquq əməkdaşlıq, o cümlədən müxtəlif hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi sahəsində mühüm dövlətlər arası, habelə bir çox xarici ölkələrin ədliyyə nazirlikləri ilə ikitərəfli müqavilələr bağlanmış, bir sıra dövlətlərin ədliyyə nazirləri ölkəmizə səfərlər etmişdir. Nüfuzlu beynəlxalq təşkilatların konferanslarında fəal iştirak edilərək, mötəbər qurumların yüksək səviyyəli şəxslərlə görüşlər keçirilmiş, əməkdaşlığa dair danışıqlar aparılmışdır. Ölkəmizin 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyasında, həmçinin Azərbaycanın həm təsisçiliyi, BMT-nin dəstəyi və Çinin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasında yüksək səviyyədə təmsil olunaraq bu mötəbər təşkilatın işinə dəyərli töhfələr vermiş, Beynəlxalq Antikorrupsiya Akademiyasının nizamnaməsinə xüsusi qanunla qoşularaq Akademiyanın tam hüquqlu üzvü olmuşdur. Azərbaycan ədliyyə və məhkəmə sisteminin inkişafı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların real təzahürü olmaqla ölkəmizin hərtərəfli tərəqqisinin məntiqi davamıdır. Bugün qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə Azərbaycanın əldə etdiyi uğurlarını regionlarımızı dirçəldən mühüm konsepsiyanın sosial-iqtisadi inkişafa dair 2 çox şaxəli dövlət proqramının müvəffəqiyyətlə reallaşdırılması, işsizlik probleminin aradan qaldırılması, minlərlə sosial obyektlərin tikilərək istifadəyə verilməsi, çoxsaylı istehsal və emal müəssisələrinin yaradılması, infrastrukturun inkişafı, əhalinin rifahının xeyli yüksəlməsi və digər yüksək nailiyyətlər təsdiq edir. Ümummilli liderimiz tərəfindən təməli qoyulmuş neft strategiyasının uğurla həyata keçirilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salınması, Azərbaycan qazının ilk dəfə Türkiyə bazarına çıxarılması, Türkiyə ilə Azərbaycanı birləşdirən yeni qaz kəmərinin əsasının qoyulması, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi, dünyanın aparıcı dövlətlərinin maraqlarının kəsişdiyi bölgədə yerləşən Azərbaycanın lider dövlətə və söz sahibinə çevrilməsinə, beynəlxalq imicinin möhkəmlənməsinə və dünyada rolunun artmasına imkan vermişdir. Bu il ilk telekommunikasiya heyətimizin orbitə çıxarılması, Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafımızın zirvəsi olmaqla uğurlarımızın miqyasını təcəssüm etdirir. Ötən dövrdə Azərbaycanın tarixi qələbəyə imza ataraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilməsi, İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısına sədrliyi, paytaxt Bakının ideal məkan sayılaraq mötəbər beynəlxalq tədbirlərə, o cümlədən Davos İqtisadi, Beynəlxalq Humanitar, Mədəniyyətlərarası Dialoq forumlarına, Avroviziya mahnı müsabiqəsində ölkəmizin qalib gələrək növbəti ildə belə bir möhtəşəm tədbirə, habelə dünya miqyaslı idman yarışlarına uğurla ev sahibliyi etməsi, 2015-ci ildə 1-ci Avropa oyunlarını keçirəcək ölkə kimi tarixə düşməsi, Respublikamızın beynəlxalq aləmdə böyük şöhrətə malik olduğunu bir daha sübut edir. Son 10 ildə görülən işlərə verilən qiymətin təzahürüdür ki, qədirbilən xalqımız ötən ay keçirilmiş prezident seçkilərində ölkəmizin tərəqqisinə, inkişafına səs vermiş. Heydər Əliyev siyasi kursunu böyük vətəndaş fəallığı ilə dəstəkləmiş, cənab İlham Əliyev inamlı qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının prezidenti seçilmişdir. Əminik ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin növbəti illərdə ölkəyə rəhbərliyi zamanı
xalqımızın gələcəyinə yönələn və hərtərəfli inkişafını təmin edən islahatlar, mühüm sosial-iqtisadi infrastruktur layihələr uğurla davam etdiriləcək, müasir tariximizin daha möhtəşəm, şanlı səhifələri yazılaraq daha yüksək zirvələr fəth ediləcəkdir. Ədliyyə işçiləri də möhtərəm prezidentimizin ətrafında sıx birləşərək demokratik hüquqi dövlət qurucuğu, Azərbaycan ədliyyəsinin davamlı inkişafı naminə bundan sonra da fədakarlıqla çalışmaq əzmindədirlər.